yaşayırıq ki, artıq zəmanəmizdə həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlara az-az rast gəlirik. Amma dövlətimizin gördüyü işlər, apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində artıq bu ənənə dirçəlib. Xeyriyyəçilik missiyası bugün həmişəkindən daha vacibdir. Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı işdir ki, biz bunu məşhur Azərbaycanlı sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyətində bariz şəkildə görmüşük. Sevindiricidir ki, ölkənin hər güşəsində bu ideyanı davam etdirən xeyriyyəçi sahibkarlar var ki, onlardan biri də Siyəzən rayonunda yaşayıb fəaliyyət göstərən karyer sahibi Azay müəllimdir. Azay müəllim uzun müddətdir öz nəcib əməlləri, xeyriyyəçilik addımları ilə rayon ictimaiyyətinin diqqətini çəkib rəğbətini qazanıb. Xeyriyyəçilik kimi xoş niyyəti Siyəzəndə ənənəyə çevirən sahibkar rayon ərazisində yaşayan aztəminatlı ailələrə daim yardım edir, onların ərzaq və geyimlə təmin olunmasında dəstək göstərir. Qazi və şəhid ailələrinə hər zaman maddi-mənəvi dəstək olur. O bugün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqe hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O öz peşəkarlığı, qayğıkeşliyi ilə ad-san çıxaran iş adamıdır. Xeyriyyəçilikdən başqa, həmişə dövlətçiliyə sadiq olan Azay müəllim sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitdən razılığını bildirir. O çalışır ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda onun da payı olsun. Hörmətli Azay müəllim, sizi qarşıdan gələn Bahar bayramı, Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizə möhkəm can sağlığı, ailə saadəti, işlərinizdə yeni müvəffəqiyyətlər arzu edirik. Qoy uğur hər zaman sizlə birgə addımlasın.